İnsan qəlbinin ən böyük nəğməsi vətən nəğməsidir. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Bu vətən neçə-neçə qəhrəmanlar yetişdirib boya başa çatdırıb. Belə qəhrəmanlardan biri də Tahir Tofiqoğlu Həsənovdur. Tahir çox bir qəribə uşaq idi. Onun müəyyən xüsusiyyətləri bir-birinə ziddiyyata girirdi. Ancaq ki, çox qəlbi nazik, yumuşaq, diqqətli bir qardaş idi, dost idi. Onda bilirsiniz, uşaqlıqdan hərbi formaya deyim, avtomata həvəsi çox idi. Hər dəfə evə qaça-qaça gəlirdi ki, ay nənə, dükana təzə avtomat gətiriblər, gedək onu alaq. Nənəsə də düşüb gedib onu alırdı. Deməli, bizim evimizdə belə deyim, arsenal idi. Bizim yaş fərqimiz çox deyirdi. Onun üçün biz uşaq vaxtından elə bir bacı-qardaş kimi, bir dost kimi bir yerdə həmişə böyümüşük. Bütün sirləri həmişə mənlə idi. Mamadan, indi bacımdan biraz çəkinirdi, yaş fərqindən ötürü. Hərbi bağçaya gedirdi. Onlarda 23 fevral o vaxt, Sovet vaxtında bayram kimi keçirirdilər. Və onların o bağçalarına, hərbi bağça olduğuna görə əskərlər gəlirdilər, qonaq. Onlara balaca belə tikilmiş hərbi forma verilirdi. Onlar onları giyirdilər. Bayram qutarandan sonra bütün uşaqlar o formanı qaytarırdılar. Bizdən başqa. Dostlarının arasında həmişə o bir lider kimi olmuşdu. Həmişə məsləhət üçün, nəsə belə bir problem olan məsələ üçün həmişə gəlirdilər onun üstünə. 1976-cı ildə Nəsimi rayonundakı 23 saylı məktəbə gedən balaca Tahir 1987-ci ildə oranı bitirib. (1987-1990-cı illərdə Moskva vilayətində hərbi xidmətdə olmuşdu. Sovet İttifaqı dağılmağa uğru gedirdi. Çingiz rəhmətli Mustafayevin Xocalı haqqında kadrları görəndən sonra biz də Qarabağa getmək qərarına gəldik. Elə oldu ki, televizora biz baxırdıq. Çingiz Mustafayev rəhmətlik televizordan bir belə çağırış elədi ki, kim Azərbaycanı sevir, kim Azərbaycanlı oğlundur, gəlsinlər telestudiyanın qabağına vuruşmaq lazımdır. Getdi telestudiyanın yanına, orada 5 dənə avtobus vardı. O 5 dənə avtobusun birinə elə mənim oğlum minib, gediblər bunları Qarabağa. Marş ileri, hey! Marş ileri, hey! Azərbaycan əskəri! Düz 2 həftə biz həyəcan keçirdik evdə. Bir dəfə oradan kimsə gəlmişdi Qarabağdan. Bir nəfər gəlib zəng eləmişdi ki, Tahir telefon vermişdi ki, zəng elə evimə denə ki, bəs mən Qarabağdayım, yaran olmasınlar. Bir dəfə elə bir vəziyyət yaranmışdı. Biz artıq döyüşürdük, Bakıdaydık, gedirdik, gəlirdik Qarabağ bölgəsinə. Bir dəfə bir sürücü ilə söhbət yarandı ki, çətin vəziyyətdə olanda insan istər-istəməz həyat şirin şeydir, təslim olmağa hazır olmaq lazımdır. Tahir o kişinin sözünü kəsdi, dedi, bilirsən kişi, mənim qumbaram özümləndir, buradadır, burada cibdə öz qumbarası var idi. Dedi, elə bir həyatımda məqam olsa, mən özümü partladaram, özümü düşmənə heç vaxt təslim etmərəm. Ermənilərin ata-baba torpaqlarımızı işğal etməsi onu narahat edir.
Ailənin tək uşağı olmasına baxmayaraq, ikinci kursda təhsilini yarıda qoyub, könüllü olaraq vətənin müdafiəsinə qalxır. Ürəyi vətən sevgisi ilə çırpınan Tahir, erməni qəsbkarlarına qarşı mübarizədə daha fəal iştirak etmək üçün 1991-ci ilin noyabr ayında polisliyə daxil olur. Biz mama ilə dedik ki, sən tək uşaqsan, sənə lazımdır. Dedik ki, yox, mən getməsəm, o getməsə, bu getməsə, kim gedəcək? Mən gedəcəm. Siz məni saxlamayın. Həsənov Tahir bizim xüsusi təyinatlı polis dəstəsinə gələndə o seçim qarşısında gəlmişdi. Yəni çox adamlar gəlirdi qabıla, amma içərilərindən 100 nəfərin içərisindən ya 5 nəfər, 6 nəfər keçərdi. O keçənlərdən biri də Tahir olmuşdu. Tahirlə biz 91-ci ildə imtahan verdik xüsusi dəstliyə. Bizim komandirimiz Nizami Şahmuradov bizi 9-cu rotaya bizi yazdırdı və oradan bizim dostluğumuz, qardaşlığımız başladı. Döyüşlərdə bir yerdə çox olmuşuq. Şuşada, Qubadlıda, Laçında, Zəngilanda. Həmin 9-cu rotanın komandiri olan vaxtında mən, o vaxtında Tahir desantnik olduğuna görə onu mən həm də idmançı olduğuna görə öz rotama götürdüm. O rotayı götürəndən sonra o Tahiri iş prosesində bizdə gündə nəzəri dərslərdə keçirdiyi, praktiki dərslərdə keçəndə görürdüm ki, bu uşaq həm fiziki cəhətdən də, həm də demək olar ki, nəzəri cəhətdən çox hazır uşaqdır. Bizə professional rabitəçilər lazım idi ki, döyüş bölgəsində işləmək üçün bir polkovniki dəvət eləmişdi ordudan. O bizim uşaqlara başladı dərs keçmək. Birinci dərsdən sonra gəldi ki, ulasındır, sizin özünüzdə çox gözəl bir ixtisasçı var. Siz bu ixtisasçını qoyub deyir, mənə kimidir. Mən bildiyimi bu adam bilir. Kimdir bu? Ələlə Həsənov Tahir. Götürdü ki, vay Tahir, bəs sən mənim üçün demirsən, komandir, nə edirəm, mən sizin yanınızca deyəm, mən qabaqda olmaq istəyirəm. Güllə. Onun əynindəki nagrudnik biz deyirik ona, sinə deyil. Üstünə mağazinlər, avtomatın mağazinləri, qranatları yığırdı. Həmin qumbaraları yığır, həmin bu hələ bir darağın özündən gülünə keçmişdi, yaralanmışdı. Yaralı vəziyyətdə bu atışır. Bu momentə gəlir, çıxır ki, görür ki, özünü itirib. Bu uşaqları, bu söhbəti biz özümüz eləmək. Bunu 18 yaşlı uşaqlar danışırlar. Daxili qoşunların uşaqları danışırlar. Yəni bizim uşaqlar orada olmayıb. Biz deyim, o gördük ki, bu yıxıldı, atışma gedir. Biz də oturmuşuq, deyir, gözləyir. Bu da bizi komanda verir ki, mən göstəriş verməmiş, gəlməyin dalımıza. Bu atışır. Bu momentə görür ki, atışma dayanır. Ermənilər səngərdən çıxırlar, gəlirlər bunun üstünə. Bu qranata açıb, qarnının altında saxlayıb. Bu ki, huşsuz vəziyyətdə, halsız olan vaxtında bunu gəlirlər, bunu vururlar. Çörəndə bu qranatı açır. Bunun ətrafında nə qədər adam var, onlardan qırılanı, yaralanı olur. Biz öz qrupamızdan komandirin əmri ilə getdik biz. Bir ay müddətində biz həmən yerə girə bilmədik. Həmin 9-cu rotanın uşaqlarını yığdırdım, göndərdim döyüş bölgəsinə. Dedim, onun dilisindən, özündən mənə o gətirmə söz. Bura gəldi, yoxdur. Tahiri götürdük biz, bu ünvanla gətirdik. Özünü yandırmışdılar onu. Yandırmışdılar, bileti yarımçılıq yanmışdı, saatı vardı qolunda. O qıraqda işləyən vəziyyətdə idi. Atışmağa atışıb orada, neçə nə erməni öldürüb. Həmən qranatla, axırıncı qranatla özünü partladı. Bəli, ona qədər əsgərlər deyirdilər ki, biz ona qədər elə bildik ki, Tahir dünyasını dəyişdi, şəhid oldu. Hələ bilmirdik ki, Tahirə yaxınlaşandan sonra Tahir hələ qranat açacaq. Həmişə də mənə deyərdi, təklikdə ikimizin dost olmuşuq. Mənə deyərdi ki, dedi, bu qranatı görürsən sol tərəfdə, deyirdim ki, görürəm, nə üçün saxlamısan? Dedi, axırıncı məqamızı saxlamışam. Tahir elə bir insanıdır ki, şəxsiyyətidir. İtirilməli oğlan döyürdü. Onu qeyd edeyim ki, özünə məxsus gülüşü, həyat tərzi, döyüş tərzi tamam fərqli bir insanıdır. Bir xüsusiyyəti var idi. Həmişə soruşardım, Tahir necəsən? Deyirdi, hər şey yaxşıdır.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 sayılı fərmanı ilə Həsənov Tahir Tofiqoğlu ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdü. Təhsil aldığı Nəsimi rayonundakı 23 sayılı orta məktəb qəhrəmanımızın adını daşıyır. Tahir Həsənov 23 il ömrü devrində bizim həyatımızda böyük iz qoymuş, onun qəhrəmanlığı, onun şücaəti bizim və gələcək nəsillərin qəlbində daimi yaşayacaqdır. Cəbhələrdə şəhid olanlar hamısı qiymətlidir. Hər bir şəhidin, hər bir Azərbaycan torpaqlarının indi müdafiəsində duran Azərbaycan əskərinin, Azərbaycan döyüşçüsünün biz xidmətini qiymətləndiririk. Ancaq Tahir Həsənovun xidməti xüsusi qiymətləndirilir. Çünki burada artıq deyildiyi kimi o ananın tək evladı olaraq heç bir şeye baxmadan könüllü olaraq cəbhəyə gedibdir. Cəbhədə özünü həmişə irəliyə atıbdır, döyüşə atıbdır, döyüşübdür, qəhrəmanlıq göstəribdir və ən nihayət yaranandan sonra torpağını, vətənini, anasının südünü, Azərbaycanı öz həyatından üstün tutaraq, özünü həlak edərək, qumbarana atıb, bir çox düşmanı da məhv edibdir, özü də özünü qurban veribdir. Belə qəhrəmanlıq şübhəsiz ki, bizim Azərbaycanın torpaqlarının müdafiə olunması səlaməsində xüsusi yer tutacaqdır və Tahir Həsənovun adı daimi bizim tariximizdə olacaq, bizim qəlbimizdə yaşayacaqdır. Məktəbin yanından keçəndə dövlətimiz Tahirin adını verib 20 sınırlı məktəbə. Fəxrlə mən deyirəm ki, Tahir mənim dostum olub. Qorxmaq lazım deyil. Əgər bu vətəni sevirsənsə, vətənin oğlusansa, bu vətənin dar günündə də sənəndir, sevinç günündə də sənəndir. Mən fəxr edirəm ki, mənim elə bir polis işçim olubdu. Yanımda mən onun çiyin-beçiyinə olan vaxtım olubdu. Allah rəhmət eləsin. Ağır da olsa bizim üçün, biz çox fəxr edirik ki, bizim aramızda belə bir insan olub. İstəyərdim oğullarımız sağ qalsınlar, həyatları gözəl keçsin. Ancaq əgər qismət elə olacaq ki, döyüşə gedəcəklər, qəhrəman olsunlar.